üsulu. Nə üsulu? Çarpaz üsulu. Nədir bu çarpaz üsulu? Misal üçün, siz əsli şifahi bilirsiniz ki, loqaritma 2 əsasdan neçə 3 uşaqlar 8 əsas 8 verir, düzdürmü? Amma bunu daha rahat üsulla necə bilmək olar? Mən sizə deyim uşaqlar. Baxın, çarpaz vurun. X bərabərdir. X bərabərdir. 2 üstü 3. Peki bunu gətirirsiniz 2 üstü 3 kimi şey. Yəni yazırsınız nə? 8. Yəni bu tip misallarda, uşaqlar, bu tip misallarda loqaritma, misal A əsasdan X bərabərdir B olarsa, X bərabərdir A üstü B yaza bilərsiniz. Aydın oldu. Bu tip misallarda A üstü B yaza bilərsiniz. Misal üçün ikincidə X bərabərdir çarpaz 3 üstü 4-ə neçə eləyəcək uşaqlar? 81. Çarpaz X bərabərdir 5 üstü 0 bərabər nəyə uşaqlar? 1-ə. Çarpaz X bərabərdir 6 üstü 1 bərabər nəyə? 6-ya. Yaxşı uşaqlar, bu tip misallarda belə eləyəcəksiniz. Bu digərdir. Bizə hal-hazırda loqaritmik tənliklər lazımdır. Ona görə də bunları keçirəm. Onsuz biləcəksiniz inşallah. Bu asan tənlikdir uşaqlar. Loqaritma 2 əsasdan 4 nəyə bərabərdir? 2-yə bərabərdir. X üstəgəlsin 1 bərabərdirsə 2-yə. X də bərabərdir nəyə uşaqlar? 1-ə. Bu tip misallar da çox sadədir. Bizə lazımdır nə? Gəlin başlayaq buradan. Uşaqlar baxın, açıq 1-i nəyə bərabər edəcəm? Uşaqlar çarpaz şəkildə mən yazacağam ki, tamamilə 2 üstü 3-ə bərabər edəcəm. Yazacağım A çıxılsın 1 bərabərdir 2 üstü nəyə? 3-ə. A çıx 1 bərabərdir 8-ə. 1 sağa keçir. A bərabər olur nəyə uşaqlar? 9-a. Vəssalam. Bu qədər sadə. Keçirəm birazdan. Bir də uşaqlar, bəzən köklər alacaqsınız. Bəzən müxtəlif 2 üstdən kök alacaqsınız. Mütləq şəkildə 3 üstdən kök almışsınız, yaxşı eləmişsiniz. Gətirin bu 3 kökü burada yerinə qoyun. Əgər orada cavab mənfi olarsa boş çoxluqdur. Mütləq şəkildə loqaritma A əsasdan X sıfırdan nə olmalıdır? Böyük olmalıdır. Müsbət olmalıdır yəni. Aydın oldu, bu da eyni şeydir. Gəlin eyni uşaqlar, biri keçirək sağ tərəfə. Olsun, loqaritma 2 əsasdan X bərabərdir. 3-dən 1 çıxanda 2. Bunu çarpazla X bərabər nə olacaq uşaqlar? 4 olacaq. Bu da sadə bir sualdır uşaqlar. Bunlar da sadə bir sualdır. Baxaq bura. Çarpazla uşaqlar. 4 minus X bərabərdir 3 üstü nəyə? 4 çıx X bərabərdir 81-ə. X bərabər olacaq nə uşaqlar? 77. Amma mənfi 7-yə. Düzdür uşaqlar? Belə bir şey ola bilər. Çünki gətirirsən, burada mənfi 77 qoysan, müsbət 81 eləyəcək uşaqlar. Ona görə də götürmək olar. Davam edirəm uşaqlar. Mən davam edirəm. Bunlar artıq sizin üçün sadə suallardır uşaqlar. Gəlin biraz daha çətinlərinə keçək. Misal üçün bu tipə baxaq uşaqlar. Baxın, loqaritma 2 əsasdan x kvadrat üstə gəl, x üstə gəl 4 bərabərdir 4 tənini. 2-nin üstünə yazıram uşaqlar 4. X kvadratı plus x plus 4 bərabərdir 2 üstü nəyə? 4-ə. X kvadratı plus x plus 4 bərabərdir 2 üstü 4 neçədir? 16. 16-nı sol tərəfə keçirəcəm. Bəli, x kvadratı plus x 4-dən bəri çıx 12 bərabərdir 0. Viet teoreminə görə nə ilə nəyin hasili mənfi 12 cəmi mənfi 1 eləyəcək uşaqlar. Qeyd edirəm. Cəmi mənfi 1 olsun. Hasili isə uşaqlar mənfi 12 olsun. Mənfi 4 ilə 3. İndi uşaqlar, mən sizə nə dedim? Aldığın cavablar 2 dənə kök almışsan, harada yerinə qoy? Yuxarıda yerinə qoy. Sən almışsan köküvü 1 mənfi 4, bir də 3. Allah canını sağ olsun, yaxşı eləmsən. Gətir mütləq şəkildə, bax, burada yerinə qoy. Gəl qoyaq. X-i nə almışsan? Mənfi 4. Yerinə qoy. Mənfi 4-ün kvadratı çıx 4 plus 4. Neçə edir 16? Müsbətdirmi? Götürə bilərəm. Gəl 3-ü qoyaq. 3-ün kvadratı 9 plus 3 plus 4. Müsbətdirmi? Götürə bilərəm ikisini də. Cavab olacaq uşaqlar nə? Mənfi 4 və 3 və bu deyir ki, x-in ola biləcəyi dəyərlərin toplamı. Yəni mənfi 4 ilə 3-ün də cəmi uşaqlar nə olacaq? Aha. Bu tip misallarda nə olacaq uşaqlar? Hətta mən bunu TikTokda da paylaşmışdım bu tip misallar. Baxın, birincisi mən nə etməliyəm? 2-nin üstündəki bunu tapmam lazım, düzdürmü? Bunu tapmağım üçün hələ bir nə etməliyəm? Çarpaz. 2-nin üstünə yazacağam? 0 yazacağam. Yazacağam loqaritma 3 əsasdan yuxarıda loqaritma 5 əsasdan
x minus nə? 2 bərabərdir. 2 üstü nəyə? 2 üstü 0 da mənə verir? 1. Yenə mən üstdəki bu şeyi tapmaq üçün uşaqlar, loqaritma 5 əsasından x-i tapmaq üçün yenə bir çarpazlama üsulu eləyəcəm. Yazacağım nə? Loqaritma 5 əsasdan x çıx 2 bərabərdir 3 üstü 1. Yəni nəyə? 3-ə. Yenə mən x çıx 2-ni tapmaq üçün uşaqlar yenə çarpazlayıram. Tak. Yazıram x çıx 2 bərabərdir 5 üstü 3. Neçə edəcək uşaqlar? 2 də sağ tərəfə keçir. Ay, sağ ol. Aydın oldu. Yəni bu tip misallar yazacaqsınız, narahat olun. Hamısı sizin əlinizdə, narahat olun, yazacaqsınız. Uşağa baxaq. Məncə bunu mən demədən dəftərinizə artıq yazınsınız. Mən də burada sakit şəkildə yazacağam. Səssiz şəkildə siz sadəcə videonu dayandırırsınız, videoya baxırsınız, amma siz yerinizdə yazırsınız və lövhəyə baxmırsınız. Şartını köçürün tez, mən çünki keçəcəm birazdan. Buraya sələlik. Buraya çünki dəftərə yazacaqsın. Bu dəftərin orada yoxdur vərəqdə. Sana tez şərtini köçürün və gözünüzü bağlayın. Mən çünki izah verəcəm, siz baxmayın. Kim 1,5 aldı uşaqlar? Hamı aldı 1,5. Siz də aldınız Fatimə xanım. Çox qəşəngsiniz. Çox möhtəşəmsiniz uşaqlar. Bu qədər bəsit. Sadə və rahat. Hamısı eyni şeydir. Bunlardan rahat çoxlu yaza bilərsiniz. Aha. Uşaqlar diqqətlə mənə qulaq asırsınız. Əgər LG-nin əsası yoxdur uşaqlar. Aşağısı nədir? Gəlin baxaq indi nəyə? Gəlin baxaq nəyə uşaqlar? Diqqətlə qulaq asırsınız. Misal üçün, sizə nə düşə bilər? Bunlar asan suallardır uşaqlar. Bunlar loqaritmadır, tənliklər deyil. İndi isə sizin əlinizdə olan vərəqlərə baxırıq uşaqlar. Oradakı bunlar funksiyalardır. Bunlardan biz çoxlu işləmişik. Hətta videosu da var. Amma bunları da yenə də çıxarıb verəcəm ki, siz işləyəsiniz uşaqlar. Denkləmlər bərabərsizliklər və tənliklər deməkdir uşaqlar. Orada həmsə bərabərsizliklər verilib. Həm də tənliklər verib. Gözləyin uşaqlar. Buradan açım o səhifəni. Aha. Deyəsən buradan başlayır. Düzdürmü? Yox, bu deyil. Bir dəqiqə. Üstü denklemlər var ya. Bəli, verirəm. Bir dəqiqə açıram. Ha, tapdım. Uşaqlar, sizin əlinizdə hal-hazırda bu səhifəni açırsınız. Baxın, loqaritma 3 əsasdan 2x çıx 5 bərabərdir 2 gibi denklemi çözərkən sıkıntısız olacağını sanmıyorum. Yəni ki, gəlin baxalım uşaqlar. Burada diqqətli baxarsınız. Yenə birinci misalda nə edəcək? Bax, bu şəkildə yazacaqsınız. X kvadratı minus 2x bərabərdir 2 üstü nəyə? 3-ə. Sonra olacaq x kvadratı minus 2x bərabərdir nəyə? 8-ə, əla. Uşaq 8-i nə edirsiniz? Keçirsiniz bu tərəfə, əlasız. X kvadratı çıxılsın 2x minus a isə bərabərdir nəyə? 0-a. İndi uşaqlar burada nə edəcəksiniz? Deməli, nəyin hasili -8? 4 a isə o. Amma mənfi 4 eləməz. 4 ilə -2. 4 ilə uşaqlar nə? -2. İndi mən sənə dedim, 2 kök və yaxud daha artıq kök alsaz, gətirin, yuxarıda yerinə yazaq. Gəlin baxaq uşaqlar. Birinci nə yazacağım? 4 yazacağım. 4-ün kvadratı çıx 4 vur 2. Neçə elədi? Alınır. Müsbətdir də, götürə bilərəm. Bir də nə qoyacağım uşaqlar? -2 kvadratı çıxılsın 2 vurulsun -2. Müsbət eləyəcək də uşaqlar deyilsiniz. O deyəcək nə? 8. İkisi də uyğundurmu? Uyğundur uşaqlar. Möhtəşəmsiz. Davam edirəm. Bu artıq sizlikdir uşaqlar. Bunu siz yazacaqsınız. Bu da sadədir. Mən susuram uşaqlar. Sakit başa salıram. Sizin qarşınızda zaten misallar var. Siz də videonu dayandırıb izləyib baxa bilərsiniz uşaqlar.
Bir aldıq uşaqlar. Baxın, 2-də 1 üstü 2 yazırıq uşaqlar mütləq şəkildə. X üstə gəl 1 bölək 8 bərabərdir 2-də 1 üstü 2. O da 4-də 1 eləyir. Aldıq ki, x üstə gəlsin 1 bölək 8 bərabərdir 4-də 1-ə. Sonra orada çarpaz əməl olur uşaqlar. Çarpaz əməldə də bilirsiniz ki, normal 4x üstə gələk 4 bərabərdir 8 alınacaq. Gəl indi uşaqlar davam eləmək istəyirəm mən. Bu da asandır artıq uşaqlar. Məncə bu tip misalları yazarsınız. Davam eləmək istəyirəm çünki mən. Bunlar da məncə sizin üçün sadədir, amma bir dənə bura baxaq. 13-cü suala baxaq. X-in nəyi olacaq uşaqlar kvadratı? Gəlin əvvəlcə yuxarını köçürək. X kvadratı minus 4x plus 16 bərabərdir X-in nəyinə? Kvadratına. Düzdür uşaqlar? X-in kvadratını sola keçirdirəm. Olacaq x kvadratı minus 4x plus 16 minus nə? X kvadratı bərabərdir 0. X kvadratları getdimi? Mənfi 4x uşaqlar üstə gəlsin 16 bərabərdir 0. 16-nı sol tərəfə keçir. Bəli, mənfi 16. X olacaq 4. Okeysən. Niqəti 4-ü yuxarıdan yerinə qoy. Kvadratı çıx 16 üstə gəl 16. Müsbət eləyir uşaqlar. Götürürsən. Onda cavab olacaq nə? X bərabərdir 4. Uşaqlar, sadə sualdır. Gəlin davam eləyək uşaqlar. Gəlin davam eləyək. Gəlin davam eləyək. Bunlar asandır. Bunları siz evdə rahat şəkildə yazacaqsınız. Vərəqiniz var əlinizdə. Uşaqlar, baxın. Diqqətin qulaq. İndi keçir bu qayda. Məncə bu vərəqdə var, ya vərəqinizdə var. Baxın, sağdakı qaydadır uşaqlar. Antrenman 15. Fakat ancaq loqaritma, diqqətin qulaq asırsınız. Fx funksiyası bərabərdir loqaritma başqa bir jx funksiyasına və əsaslar mütləq şəkildə eynidirsə əgər. Bu kimi bərabərsizliklərdə, bu kimi tənliklərdə x dəyərini fx bərabərdir jx eşitliyində bulun. Nə demək istəyir uşaqlar? Bu tip misallarda sadəcə üstləri bir-birinə bərabərləşdirə bilərsiniz. Amma diqqət, əsaslar eyni olmalıdır. Misal üçün, loqaritma 2 əsasdan x bərabərdir. Loqaritma 2 əsasdan x üstə gəl 5. X-in x üstə gəl 5-i o zaman bərabər eləyə bilərsiniz. Amma loqaritma 2 əsasdan x bərabərdir loqaritma 3 əsasdan x üstə gəl 5-i bərabər edə bilmərsiniz. Bunun dərəcəsi, bunun əsası 3, bunun əsası 2-dir. Bəli. Ona görə də gəlin davam edək. Bulun. Fakat bulduğunuz değerin hem fx'i hem de jx'i pozitif yaptığından emin olun. Yəni nə deməkdir? Aldığın kök almısan. Misal üçün x5 almısan. Bu x5 həm jx'in x'i olacaq, həm fx'in. Artıq təkcə fx'i yerinə qoymayacaqsan. Həm də jx'i yerinə qoyacaqsan ki, x'i ilə müsbət eləsin. Axı bunlar bir-birinə bərabərdir. Aydın oldu? Davam edirəm. Misal üçün, heç onun elədiyi həllə baxmıram. Baxıram bu misallaşırlar. Sual 11-ə. Deyir ki, uşaqlar, burada əsasım uşaqlar eynidir. 10-cu əsasdandır. Ona görə də biz ki, toplayanda üstlər nə olur uşaqlar? Bugün 10 əsasdan götürüb, bəli götürüb. Uşaqlar, vurulur üstlər, yazıram loqaritma. Bu aşağısı da şey yoxsa bilin ki, 10 deməkdir. Uşaqlar, mən elgə yazıram, tamam. Yazıram yuxarıda 3x plus 2 vurulsun nə? X bərabərdir uşaqlar nəyə? 0-a. Bunun uşaqlar dərəcəsi 10-dur da, bunu bilirsiniz yəqin ki, əsası. 10 üstü nə yazacağım? 0 yazacağım. 2 bərabərdir, 10 üstünə 0. 10 üstü 0 mənə? Bəli, 1 verir. Yazdım, x vurulsun, 3x plus 2 bərabərdir 1-ə. Vurub aça bilərəm, bəli, 3x kvadratı plus 2x çıxılsın 1 bərabərdir nəyə? 0 aşağı. Mən sənə öyrətmişdim burada, nə üsulu? Ay, gözəl, möhtəşəmsiz. X kvadratı plus 2x minus 3 bərabərdir 0. Hansı nəyin hasili mənfi 3 cəmi mənfi 2 eləyəcək? Mənfi 3 və aldığım kökləri bir kökümadan mənfi 1 və uşaqlar, mən nəyi götürə bilmərəm? Tez deyin mənə. Niyə görə? Çünki uşaqlar, x mənfi 1 olsa, gətirib sən burada yerinə qoysan axı x-in yerinə. X orada mənfi olur, gördünüz? Ona görə də mənfi 1-i əsla götürə bilmərəm. İkinci tənlikdə, bax burada, sən x-in yerinə mənfi qoysan, alınmayacaq. Ona görə götürmürsən onu. Tamam. Baxın, o da yazıb, x bərabərdir mənfi 1, yəni negativ olduğu görün. Ona görə də bunu götürə bilmərsən. Ona görə də x olacaq 3-də 1. Aydın oldu. Misal üçün birinci misala baxaq uşaqlar.
Əsaslarım eynidirmi? Eynidir. Onda üstlərdə nə edəcəm? Bərabərləşdirəcəm. Sadəcə və sadəcə 5x üstə gəl 1 bərabərdir 21 yazacağam. 5x bərabərdir 20 yazacağam. X də bərabərdir 4 yazacağım. Bu qədər sadə. Bu qədər sadə gənclər. Aydın oldu mu? Məncə sadədə hələ heç bir problem yox. Hələ hər şey yerindədir. Məncə tez bazar bunu yaza bilərsiniz. Şifahi hamı xorla desin. 3x çıxılsın 4 yazır, bərabərdir 14-ə. 3x çıxılsın 14 keçirir o tərəfə. 4 oyuna keçir 18. 18, x bərabərdir 6. Bəs salam. Aydın oldu. Keçək. Biraz daha belə. Aha. Bu asandır, bu sizlikdir uşaqlar. Buradakı 2-dir mən. Aha. Yuxarıda isə Log 2 əsas. Loqaritma 2 əsasdan 4 mənə nə verir? 2. 2 verir, düzdür? Gəl biri yazaq. 6 loqaritma 2 əsasdan x bölünsün 2 bərabərdir loqaritma 2 əsasdan 81 böl x. Bırakın problem var? Yox. Şu 2 ilə 6 ixtisar gedərmi? Bəli. Nə qalacaq? 3 loqaritma 3 loqaritma 2 əsasdan x bərabərdir loqaritma 2 əsasdan 81 böləyinə x. Düzdür uşaqlar? Bu həmişə mən sizə demişdim ki, əgər loqaritmanın qabağında 3 gördünüz, nə ilə qaldır? Yuxarıya. Onda olacaq loqaritma 2 əsasdan x-in kubu bərabərdir loqaritma 2 əsasdan 81 bölünə. Əgər əsaslarım eynidirsə, sürətlərim də normaldır. Bərabər. Yəni x kubunu bərabər edəcəm 81 bölünə. Bunu nə vuraq? Çarpaz vuraq. Buranda x üstü 4 olacaq. O da bərabərdir 81-ə. Diqqətli olasınız uşaqlar. X kvadratı bir dəfə olacaq müsbət 9. X kvadratı bir dəfə olacaq mənfi 9. Mənfi 9-u götürə bilmərəm. Çünki kvadrat mənfi ola bilməz. İndi gəlin x kvadratını açaq. X olacaq bir dəfə 3. Bir dəfə də olacaq mənfi 3. Uşaqlar mənfi 3 götürə bilərəm. Çünki orada şərtdə yuxarıda x-i yenə mənfi 3 qoysam. Bəli, cavab olacaq müsbət 3. Çox qəşəng və sadə suallar. Çox qəşəng. Orada x-in kvadratını niyə 9-la bərabərləşdirdiyi Çünki 3 yaza bilərsən, amma mütləq şəkildə belə də açıb, bunu açışın göstərənməsi ki, niyə görə belə alınır, niyə görə 3 yazırıq, başa düşdünüz? Çünki məntiqən belə olur. Birinci müsbət 9-a mənfi 9-a sonra açırsan bunu. Bunlar da asan sual, bunları da yazacaqsınız. Baxaq 6-cı sual. Məncə 6-cı sual asan sualdır. Siz bir yazın. Mən yazana qədər siz yazın uşaqlar. Səssiz sinema kimi yazın. Mən də aşağıda həll edirəm. Ya da bu yolla eləməyin. Bu da çirkin yoldur. Mən sizə yol deyim. Bölmə yol eləməyin qətiyyən. Çirkin yoldur. Bunu sağa keçirin. O daha gözəl yoldur. Loqaritma 3 əsasdan 2x plus 1-i bərabər edin. Loqaritma 3 əsasdan 3x minus 6-ya. Mən də o yolla elədim. Sonra görün çirkin yoldur. Bunu bu yana, bunu belə keçirsəm x bərabər olacaq. Kim 7 aldı uşaqlar? Ham aldı 7-ni. Afərin. Davam edək uşaqlar. 7 də sadə sualdır. 7 də sizlikdir. 8-ə baxmaq istəyirəm. Uşaqlar. Bu tip misallarda diqqətən qulaq asın. 5 gördünüz. Asan deyəsinə. Baxın, bunu toplama gördünüz. Nə edəcəksiniz? Vurmaya çevirəcəksiniz. 2 əsasdan nə olacaq? X üstə gələk 1. Bir də 3x minus nə? Bərabərdir 5-ə. Burada çarpaz vurdum. Olacaq nə? X üstə gələk 1 vurulsun. 3x minus 1 bərabərdir. 2 üstü nəyə? Yəni 32. Vurub açaq uşaqlar. 3x kvadratı. X-i vuracam mənfi 1-ə. Mənfi x. 1-i vuracam 3x-ə. Üstə gəl 3x. Çıx 1. 32 nə sola keçir? 32 sola keçir. 33 edir. 30x kvadratı plus 2x minus 33 bərabərdir 0. Çin usulu gətir buna. X kvadrat üstə gəlsin 2x minus 99 bərabərdir 0. Nəyin hasili mənfi 99 cəmi mənfi 2 edəcək. Mənfi 11 ilə 9-un. Mənfi, təbii ki, aldığım cavabları nəyə böləcəm? 3-ə, çünki 2-ə vurmuşdur. Mənfini indidən üstdən xət çəkirəm uşaqlar.
Çünki gətir burada mənfinin yerinə qoysaq, cavab mənfi alınacaq. Ona görə götürmürəm. Amma 3-ü götürürəm. Bu arada hər kökdə mənfini silməyin. Baxın, əvvəlcə yerinə mənfi alınırsa silin. Hər mənfi gətirib də yuxarını mənfi eləmiş. Diqqətlə. Mən burada yerinə qoydum ki, tam mənfi 3/2-dən üzərinə 1 gələndə edir. Ona görə də götürmədim onu. Aydın oldu? Nə anlamırsan bunu? Çətin olanda başa, yəni düzdür, gəlib evdə baxacaqsınız, yox heç, amma 9 asanında biraz evdə çabalamanızı istəyirəm. Bunlar da sadə-soda bayaq işlədiklərimizdən eynisidir. İndi gəlin keçək digərlərinə uşaqlar. Gəlin keçək digərlərinə. Bax uşaqlar, bunun dərəcəsi yoxdur. Deməli aşağısı nədir? Əsası nədir uşaqlar? 10-dur. Vurma da demə yazacağım loqaritmi 10 əsasdan 4x plus 3 vurulsun nə? X bərabərdir 0-a. Bunu neyinə? Gəl çarpaz vur. Olacaq 4x plus 3 vurulsun. X bərabər 10 üstü 0, 1. Bəli. Vurub açaq tez. 4x Bəli. Plus 3x minus 1. Gətir tez 4-ü vur bura uşaqlar. Çıx 4. Bərabərdir 0. Nə ilə nəyin hasili mənfi 4 cəmi mənfi 3 edir? Mənfi 4 ilə 1. Və aldığın 4-ü böl. Bax, bir kökün 4-də 1, bir kökündən uşaqlar mənfi 1. Gətir yerinə qoy gör. Bax, burada birincisi mənfi 1 qoydum. Kök mənfi oldu. Tez mənfi 1 silirəm. Cavabım sadəcə nə olur? Bəli. Deməli belə. Orada mənfi 4-lə biri topladığımızda mənfi 3 eləyir. Ada. Bəs orada müsbətdə. Əksi olur, Hə. Bəzən elə suallar verirsiniz ki, mən şoka salırsınız. Özüm belə şoka düşürəm. Uşaqlar, bunlar sadələri idi. İndi gəlin topluya düşəcək biraz daha çətinlərinə baxaq. Hazırsınız uşaqlar? Misal üçün gəlin indi biraz daha çətinlərə baxaq. Bu səfər bunu mən özüm yazacağım sualların şərtlərini. Baxaq uşaqlar. Hazırsınız? Aha. Sizə tip hansılardan düşə bilər onların izahını verirəm. Baxaq. Sual 1. Buranın qapısını alın. Bunu şöyle dəftərinizə mütləq şəkildə yazsanız möhtəşəm olar. Çünki bu tip misallar vərəqinizdə yoxdur, yəni yazılmamışam ona. Yazıram belə. LG x plus 3-də 2 bərabərdir LG 3-də 1 minus LG x uşaqlar. Bu tip misalda nə edəcəksiniz? Birinci. Sağ tərəfi nə edəcəksiniz uşaqlar? Atacaq bölmədir. LG olacaq x üstə gəlsin 3-də 2 uşaqlar bərabərdir EG 3-də 1-i x-ə böləcəm uşaqlar. 3-də 1-i x-ə böləndə nə olur? 1 bölə 3x. 1 bölənlər uşaqlar 3x olur. Onda mən bunun yerinə rahat şəkildə yazacağım. LG 1 böləyinə 3x. Düzdür uşaqlar? İndi gəl, əsaslarım eyni olduğu üçün üstləri nə edeyim? Bərabərləşdirim. Yəni x üstə gəlsin 2 bölək 3 bərabərdir 1 böləyinə 3x. Burası aydındır. Hər tərəfi nəyə vurmuş uşaqlar? Mən deyirəm ki, hər tərəfi 3x-ə vuraq, kəsirin məxrəcindən azad olsun. Gəl hər tərəfi uşağa nəyə vuraq? 3x-ə vuraq. Vur. 3x kvadratı. 3 ilə bu getdi, üstə gəlsin 2x. 3x ilə 3x getdi, bərabərdir nə? 1-i neynə? Keçir sol tərəfə. 3x kvadratı çıxılsın, üstə gəlsin 2x çıxılsın 1. Oradan da 3-ü vuruq üçün üsulu mənfi. Sakit. X kvadratı üstə gəlsin 2x minus 3 bərabərdir 0. Nə ilə nəyin hasili mənfi 3 cəmi mənfi 2 edəcək. Təbii ki, mənfi 3 ilə 1. Kökərin bu deyil. Nəyə vurmuşdun? 3-ə vurmuşdun. Böl. Kökənə 1 olacaq mənfi 1. Bir kökün olacaq 3-sə 1. Təbii ki, sən mənfi 1-i götürə bilmərsən. Çünki gətirib, bax, burada yerinə qoysan mənfi 1-i üst mənfi olacaq və onu götürə bilmərsən. Bunu köçürün siz uşaqlar. Mən keçirəm növbəti suala. Şəklinə çəkə bilərsiniz ki, vaxtımız getməsin uşaqlar.
Sonra uşaqlar. Keçirəm növbəti suala. Sualdan biri budur uşaqlar. Loqaritma 2 əsasdan x üstə gəlinsin loqaritma 4 əsasdan x üstə gəlinsin loqaritma 8 əsasdan x bərabərdir 11-ə. Uşaqlar, burada hər birini 2 əsasa gətirmək lazımdır. Biz bilirik ki, 4 nədir uşaqlar? Gəlin loqaritma 2 əsasdan x-i saxlayaq. Onun əsası 2-dir. 4-ü yazacağım uşaqlar. 2-ni nəyi? Kvadratı yuxarıda x. Loqaritma 8 yazacağım 2-nin üstü 3 yuxarı x bərabər nəyə? 11-ə. 2 də qabağa 2 ilə 1 kimi 3 də qabağa çıxacaq. Yazıram loqaritma 2 əsasdan x plus 2-də 1 loqaritma 2 əsasdan x plus 3-də 1 loqaritma 2 əsasdan x bərabərdir 11-ə. Nəyi qarşıya çıxaracam uşaqlar? Loqaritma 2 əsasdan x mötərizə xaricinə çıxacaq uşaqlar. Gəlin mötərizə xaricinə tez çıxardaq. Loqaritma 2 əsasdan x olacaq 1 plus 2-də 1 plus 3-də 1. Bərabər nəyə? 11-ə. Bunun cəmi mənə nə verəcək? 11-də 6 verəcək. Bunu şifayı mən sizə deyim artıq. Loqaritma 2 əsasdan x vurulsun 11-də 6 bərabərdir 11-ə. 11-i nəyə bölək? 11-də 6-ya bölək. Loqaritma 2 əsasdan x bərabərdir 11 bölünsün 11-də 6. Bu da mənə nə verəcək uşaqlar? 6 edəcək. Bu dəqiqə 11-də 6 elədir uşaqlar. Tələsməyin. 6-da 11 edir, üzr istəyirəm. Və mən bunu 6-da 11-ə böləcəm. Tərsinə vuracam da, yəni. Cavab nə olur? 6. Loqaritma 2 əsasdan x bərabərsə 6-ya çarpaz vursaq x nə olacaq uşaqlar? 2 üstü 6, yəni 64. Aydın oldu mu? Evdə neçə dəfə baxsaz, bir neçə dəfə aydın olacaq sizə. Diqqətlə qulaq asırsınız. Sonra gəlin baxaq nəyə? Uşaqlar, gəlin baxaq nəyə? Deyir ki, loqaritma 5 çıxılsın x üstü 3 bərabər nəyə uşaqlar? 2-də 1. Bax, belə bir sual verib. Bu tip misallarda nə edəcəksiniz uşaqlar? Baxın, bu tip misallarda ən gözəli, əgər tənliyin x-i aşağıdadırsa, baxın, qeydidə edirəm. Əgər tənliyin x-i aşağıdadırsa, olarsa tərs çevir. Neyin uşaqlar? Tərs çevir. Ən gözəli, vallahi ən gözəlidir. Gəlin bunu tərs çevirəndə biz yazsız 1 bölək loqaritma 3 əsasdan 5 minus x. Bunu da tərsinə çevirəndə olacaq nə uşaqlar? 2 bölək 1. Düzdür mü uşaqlar? Aha. Mən bunu çarpaz vursam olacaq 2. Bax, çarpaz vururam. 2 vurulsun. Loqaritma 3 əsasdan 5 çıx x bərabərdir. İndi uşaqlar, gəlin birini eləyək. 2-yə bölək. Olsun loqaritma 3 əsasdan 5 çıx x bərabərdir. 2-də 1. Bu davamı necə olacaq? 5 çıx x 3 üstü nə olacaq? Yəni 3 üstü 2-də 1 kök altda 3 uşaqlar, bəli. O da x də bərabər olacaq nə? Çıxılsın 5. O mənfi də orada təsir edir. Bir dəqiqə. Mütləq şəkildə bir dəqiqə. 3-cü dərəcədən 2. Yox, bunu tərsinə çevirmirsən. Bunu saxla. Bunu tərsinə çevirmə. Bunu saxla. Sadəcə bu birisini tərsinə çevir. Ondan sonra çarpaz vur uşaqlar. Onda daha qəşəng alınacaq. Bu birisini tez yox çevirməyə. Bunu çevirdin. Bunu saxla. Saxladın. Yəni məcbur deyilsən hər ikisinə çevirəsən. Birincini çevir, ikincini saxla və çarpaz vur. Loqaritma 3 əsasdan 5 çıx x bərabər nəyə? 2. Bunu yuxarı 5 çıx x bərabərdir nəyə? 9. X də bərabərdir 4. Müsbət 4. mənfi 4. Mənfi 4. Ay, sağ ol. Çünki x-in qabağında mənfi şəxs. Ay, sağ ol. X mənfi 4-dür. Gətirib aşağıda yerinə qoyanda müsbət eləyir. İnşallah 5 çıx mənfi 4 müsbət 9 eləyir. Mənfi eləmədiyi üçün rahat şəkildə bunu götürə bilərsiniz. Deməli, neynədir? Birinci bu ifadəni neynədir? Tərsinə çevirdi uşaqlar, digəri saxladı. Buna dəymirəm. Sonra çarpaz vurduq. Aydın oldu. Keçirəm
Uşaqlar, eyni trigonometrik tənliklərdəki kimi bunların da növləri var uşaqlar. Bu tip misalların növləri var. Gəlin baxaq digər misal tipinə. Uşaqlar, hər ikisə nəyi mötərizə xaricini çıxaracağam? X-i. X-i çıxarsam burada nə qalacaq? Minus. Nə qalacaq? Loqaritma 2 əsasdan x çıx nə? Bərabərdir 0-a. Hər birini ayrı-ayrılıqda nəyə bərabər eləyəcəm? 0-a. Çünki hasilin 0 olması lazımdır. Birincini 0-a bərabər etdimmi? İndi gəlin ikinci bu ifadəni 0-a bərabər edək. 2 minus loqaritma 2 əsasdan x çıx 3 bərabər nəyə? 0. 2-ni bu yana keçirsəm, olacaq loqaritma 2 əsasdan x çıx 3 bərabər nəyə? Düzdürmü? Orada 2 əsasda keçir o tərəfə. 2 üstü 2, 4 eləyir. Bəli, x də bərabər olacaq 7. 1 olmaz, 7 olar. Vallahi sən halı nə olacaq, mən bilmirəm. X bərabərdir nə? 0. Düzdür uşaqlar? Mən 0-ı götürənmərəm. Niyə görə? Çünki mən 0-ı 0 çıx 3 yazaraq yerinə qoysam, olacaq -3. 0-ı niyə götürmədim? Bir daha təkrar eləyim mənə. Çünki mən bu 0 gətirib burada yerinə qoysam, mənfi edəcək, ona görə olmadı. Cavab sadəcə nə oldu? 7 oldu. Aydın oldu mu? Keçək növbəti suala. Kvadrat tənliyə gətirmə üsulu uşaqlar. Nə üsulu? Kvadrat tənliyə gətirmə üsulu. Gəl baxaq görə kvadrat tənliyə necə gətirilir. Misal üçün, sağa verə bilərsə belə. LG kvadratı x minus 5 LG x plus 6 bərabərdir 0. Nəyə t deyərəm uşaqlar? LG x-ə gəlin bir t deyək. Onda bu nə olacaq? Bəli. T'nin kvadratı minus 5'ti. Plus 6 bərabərdir nəyə? Nəyinə nəyin hasili 6 cəmi müsbət 5 edir? Ay, sağ ol. Deməli, uşaqlar, diqqətlə qulaq asırsınız. İndi mən LG x-i bir dəfə nəyə bərabər edəcəm? Bir dəfə də? Bunun əsası nədir? Onda x olacaq, onun kvadratı 100. Bunun əsası yenə nədir? 10'dur. Onun kubu? Bəli. Bir dəfə 1000, bir dəfə də nə alacaqsınız? 100. Aydın oldu. Vəssalam. Bir dənə bunu tez yazaq. Daha sonra devam edirəm uşaqlar. Görə başqa nəticələrimiz olacaq. Deməli belə. Baxaq görə hansı tiplərdən var, hansılardan var. Loqaritma 3 əsasdan x kökün altında çıx 4də 1 bərabərdir loqaritma 3 əsasdan x. Bir dənə neyə bilərik, mənimdən deyə bilərik? 2 altını 2-də 1 kimi yaza bilərik. Yox. Başqa bir daha belə görün kimi belə ağlına nəsə gəlir. Neyə bilərik? Yox. Uşaqlar, niyə görə heç kimin ağlına gəlmir ki? Buna bir t desə, bu t'nin kvadratı olacaqdır uşaqlar. Çünki bu kök altı içərisində bu kök altısızdır da. Yəni və eyni əsasdır. T minus 4də 1 bərabərdir nəyə? T kvadratına. Və hər birini sağ tərəfə keçirək. T kvadratı minus t plus 4də 1 bərabərdir nəyə? 0-a. Yəni hər tərəfi neyək? 4-ə vuraq uşaqlar. 4t kvadratı minus 4t plus 1 bərabərdir. Kökləri tapmaq üçün 4'ü neyəcəm? Bu tərəfə gətirəcəm. T kvadratı minus 4t bərabərdir. Bəli, kök nəylə hasili 4. Bu bizə olsa müxtəsər mod üsulu verir uşaqlar. Bu bizə verir t minus 2'nin nəyi? Kvadratı bərabər 0. T nəyə bərabər olacaq? 2. Amma 2 yox da biz kök nəyə bölmüşdük?
İşe 4'e bölmüşdüm. Yəni nə olacaq? 2'de 1. Ay sağ ol. Belə də ki, uşaqlar, bir də müxtəsər mod üsulu verir də elə. T minus 2-də 1-in nəyini verir uşaqlar? Kvadratını verir. İşte uzatmağa ehtiyac yoxdur. Mən elə özüm niyə uzatdım heç bilmirəm. Buna ehtiyac yoxdur. Bunun özü mənə nə verir? Müxtəsər mod T minus 2-də 1-in nəyini verir? Kvadratını verir. Bərabərdir 0. T nəyə bərabərdir? 2'de 2-də 1-ə. Biz T-ni nə ilə əvəz eləmişdik uşaqlar? Bununla əvəz eləmişdik. Yazıram kök altında loqaritma 3 əsasdan x bərabərdir 2-də 1-ə. Hər tərəfini eləyəcəm. Kök altı varsa nə eləyəcəm? Kvadrata yüksəldəcəm. Ay sağ ol. Loqaritma 3 əsasdan x bərabərdir 4-də 1. X nəyə bərabər olacaq? 3 üstü 4-də 1. Yəni 4-cü dərəcədən 3. Bunu da qeyd edək uşaqlar. Sonra baxaq nəyə baxacaq. Hələ ki dəyişən əvəz etməklə öyrədirəm. Ondan sonra başqalarını keçəcək. Keçək digərinə uşaqlar. Misal üçün sizə belə bir tip düşə bilər. Belə bir tip deyə bilər uşaqlar. 5 loqaritma, diqqətlə qulaqsınız, 2 əsasdan x-in kvadratı minus loqaritma 2 əsasdan x-in kvadratı çıx 16 bərabər nəyə? 0-a. Düzdür uşaqlar? Buradakı bu kvadratla bu kvadratın çox fərqi var. Bu kvadrat loqaritmanın üstündədir. Digər isə x-in üzərindədir. Buradakı 2 qabağa gələ bilməz. Birincidəki 2 qabağa gələ bilməz. Amma buradakı 2 qabağa gələ bilər. 5 loqaritma 2 əsasdan bir yazaq. 2 əsasdan x-in nəyi mötərizdə kvadrat yazaq. Çünki bu loqaritmanın opşi kvadratıdır axı. Çıxılsın 2 qabağa gəlir 2 loqaritma 2 əsasdan x minus 16 bərabər. Deyin görün burada nə edə bilərəm? Bəli, loqaritma 2 əsasdan x-ə nə deyərəm bir? Buna bir t desən. Bəli. 5t kvadratı minus 16. bərabərdir. 5'i 5'i gətirəm bu yana. 80. T kvadratı minus 2t çıx 80 və 80 minus 80. Nə bərabər çıxır 80 deyə söz yox da bizdə. Nə hasili 80 cəmi 2 eləyəcək. Müsbət cəmi. Ondan 8. Ay sağ ol, bəli. 10 ilə və mənfi 8. Təbii ki, bu köklərimiz deyil. Nəyə böləcəyik uşaqlar? 5'ə böləcəyik. Bir köküm olacaq 2, bir köküm olacaq mənfi 1,6. Mənfi 1,6-nı götürə bilmərəm uşaqlar. Çünki burada əsasım nə olacaq? Ay sağ ol. Onun görə cavabım nə olacaq sadəcə? 2. Bəli. Amma 2 olmayacaq. Sən hələ t-yi tapmısan 2. Tapdığın nədir? T-dir uşaqlar. Tapdığın bu t-dir. Gətirirsən nəyi t əvəzləmişdin? Nəyi t əvəz? Loqaritma 2 əsasdan x əvəzləmişdin. Onu gətir nəyə bərabər et? 2-yə. X bərabər olacaq 2 üstünə 2. Bu da 4. Bəli, qeyd edək bunu da tez uşaqlar özümüzdə. Çünki çox lazımlı suallardan biridir. Amma şu an diqqətlə qulaq asın sizə bir dəqiqə. Biz tapdığımız x deyil. Biz tapdığımız t-dir. Nədir uşaqlar? Biz tapdığımız t-dir. Ona görə də sən olsa mən elə bilim x tapmışıq uşaqlar, üzrlü say. Biz tapdığımız nədir? T-dir. Biz, yəni loqaritma 2 əsasdan x-i bərabər edəcəyik nəyə? Mənfi 5-də 8-ə. Onda x nəyə bərabər olacaq? Deyin görün telxorla. 2 üstü neçə? 2 üstü. Yox. Nə olacaq 2 üstü uşaqlar? üstü Ay sağ ol, bəli. Ülviyə abi söz olsun ki, ağzına gələn desin. Yazaq. Yaxşı ki, YouTube-a çəkirəm, arada valideyn girər baxar ki, necə cavab verirsin. Yazaq. Buna bir dənə sual vermək istəyirəm. Mənə gəl ki, bu sualı siz yazarsınız. Birinci sizdən gözləyirəm. Sonra mən izahını verəcəm. Bir videonu dayandırın.
Bir 2 dəqiqədən ondan sonra dayanacağım, siz yazın. Loqaritma 3 əsasdan x kvadratının obş loqaritmanın kvadratı minus 7 yazaq. Dəftərləyiz. Cicilinde bu. Lütfen kaydedilirsin. Bəli. Versin. YouTube atacağım. Davam. Şuna baxın. Mən bunu birinci bu kvadrat var ha, loqaritmanın öz kvadratını. Bunu mötərizədə yazıram və kvadrat kimi yazmaq istəyirəm. Və bu x-in öz kvadratını isə uşaqlar qabağa gətirmək istəyirəm. Razısınız? Olacaq 2 loqaritma 3 əsasdan x-in mötərizədə nəyi? Kvadratı minus 7 loqaritma 3 əsasdan x plus 3 uşaqlar. Bərabər nəyə? 0-a. Birinci yazıram 4 loqaritma 3 əsasdan x-in nəyi? Kvadratı minus 7 loqaritma 3 əsasdan x plus 3 bərabərdir 0. Neyniyəcəm burada? Bəli, əvəzləmə edəcəyiz. Bu loqaritma 3 əsasdan x-i sadə. Bu isə loqaritma 3 əsasdan x-in nəyidir? Bəli, yazacaqsınız belə. 4t kvadratı minus 7t plus 3 bərabərdir 0-a. 4'ü gətir bu yana aşağılar. Olacaq t kvadratı minus 7t plus 12 bərabərdir 0-a. Onda nə ilə nəyin hasili 12 cəmi 7 eləyəcək? Təbii ki 3 və nə? 4. Amma 3 və 4 ola bilməz. Hər birini nəyə bölürük? 4'ə. 1 köküm 4'də 3, 1 köküm isə 1. Müəllimə aldıqların kökən budur. Yox, sən t-ni əvəz etmirsən. T-ni nə ilə əvəz etmişdin? Nuray. Nuray desin. Mən loqaritma 3 əsasdan x-i bir dəfə nəyə bərabər edəcəm? Bir defa 1-ə. Bir dəfə nəyə? bir daha 4 Bəli, kökən çünki 4'də 3 və 1 almısan. Burada 1-ə bərabər etsən 3 üstü 1, x bərabərdir 3 olacaq. Bir dəfə də loqaritma 3 əsasdan x-i bərabər edəcəksən 4'də 3-ə. X də bərabər olacaq 3 üstü 4'də 3. 4-cü dərəcənin 3-ün kubu, yəni 27. Yazaq bunda uşaqlar. Və bir dənə də nümunə deyim sizə, məncə bəs bu qədər. Məncə aydın oldu. Evdə də bunu gedirsiniz 3-4 dəfə baxırsınız. 3-4 dəfə baxırsınız. Çünki bu qədər misallar sadədən mürəkkəbə doğru